bilmirəm orada nəysə, prosto bu... Ürəyimdən gəldi. Hə, ürəyimdən gəldi ki, belə bir şey eləyim də. Rəqsanə çıxan kimi rəqsanəni zəng vurdum, təbrik elədim, ağladı biraz sonra, dedim ki, valla başın qaçdı, sonra danışarıq. Yəni, budur, buradan qayıtdı, dedi ki, dedim sənə peridaç yollamışdım, gəldi, çatdı. Dedi, yox, mənə çatmadı, amma mənə dedilər. Mənə də elə dedi. Dedi ki, mənə çatmadı, amma mənə elə dedilər. Biz rayondan qaydırdıq, yığdınız məni. Yox, burada... Dediniz ki, çatmadı mənə. Dedilər, indi çatmayıbsa mənim nə günahım var. Əsas o da eləmişsən, o da bunu bilib. Ona ar olsun, özdə ki, sizin verilişdən sonra, əgər bilməksən, sizin verilişdən sonra mən bu işin dalına düşdüm. Aha. Hə, mən baxandan sonra sənə zəng vurdum. Axtardım, yazığım gəlir sadəcə, o məni gözləyir ki, bugün dedim, Tolik sən tanıyırsan da. Dedi, hə, dedim, Tolik deyir, gəl verilişə. Kimdir, nə dadındır, görün, bunlar hara baxır, Tusağın yeməyin yeyirlər, Tusağın şeyini qaçırdılar. Yəni, sənə problem olacaq da, sən məni biabır elədin. Yəni, el içində pis çıxdı da. Hə, də pis çıxdı, amma ən azından, yəni onu efirdə mənə çatmadı, mən yollamışam da, elə çıxdı ki, Rəqsanə mənə elə bir pərt kimi elədi. Yox, əslində dedik ki, mən burada, çünki bizim verişdə olmuşdu bu söhbətdə, dedi ki, mən